Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mənə dəyməyin. Deyəni həmin saniyə, istər xalq, istər əməkdar artisti olsun. Bu yaxınlarda bir xalq artisti cızğınlaşmışdı. Bir ay dözdüm, ikinci ay elə vurdum ki, elə adamlara zəng edirdi ki, Kərim onu çıxartsın. Cavab verdim ki, kim zəng vursa da çıxartmayacağam. Xəbər verilir ki, bu sözləri müğənni Kərim Abbasov günə uğurla verilişində deyib. Sənətçi ad çəkmədən bir xalq artistinin ünvanına sərt sözlər deyib. Hörmət etdiyim biri idi, amma cılız adam oldu mənim üçün. Adını çəkməyəcəyəm. Bir də çaşıb adımı tutarsan, hansısa müsahibəndə adımı çəksən, biabırçı ifalarını yayacağam. Konsertindən, toydan olan videolarını çıxardacağam. Instagramda verilişində müzakirələr çıxardacağam. Sənətkar deyirlər. O, sənətkarlığın harada itib batacaq bilinməyəcək. İşinlə məşğul ol. Qeyd edək ki, Kərim Abbasov bu yaxınlarda xalq artisti Samir Cəfərovun videosunu yayaraq onun yanlış olduğunu tənqid etmişdi. İfaçılar arasında qalmaqal yaşanmışdı.